Herkese selamlar. Bugün sizlerle artık biz fərqli əmək haqqının hesablanmasını öyrənəcəyik. Fərqli deyəndə, yəni bir var normal saatda işlənilən və onun qarşılığı olaraq əmək haqqının alınması, onu artıq özəl sektorlar üçün hesablamalar necə aparılmaq lazımdır və necə tutulmalar olur haqqında video çəkib paylaşmışam. Sadəcə olaraq indi növbəli işləyən əmək haqqında işləyənlər, gecə saatlarında işləyənlər, əlavə işdə işləyənlər və bayram və istirahət günlərində işləyənlər üçün əmək haqqının hesablanmasını öyrənəcəyik. Gəlin başlayaq. İlk öncə qeyd etdim ki, burada da bildiyimiz kimi saatlıq əmək haqqından hesablanır və həmin o saatlıq əmək haqqı da bizim deməli qanuni cəhətdən norma olaraq, orta norma olaraq 160-176 saat hesablanır. Ancaq bir şey qeyd edim ki, mütləq şəkildə burada hər ay üçündə mütləq ona diqqət edin. Yəni buradan baxın və öyrənin. Həmin o axtaracağınız məlumatda Azərbaycan Respublikası Əmək Əhali və Sosial Müdafiə Nazirliyi saytında olacaq və təqvimlərə görə mütləq şəkildə ona diqqət yetirin ki, rəsmi iş günləri nə vaxtdır, ümumiyyətlə tətil günləri və qeyri-rəsmi iş günləri və ümumiyyətlə bir ayda nə qədər, normal nə qədərdir. İndi isə gəlin başlayaq. İkincisi isə gecə saatlarındadır. Gecə saatları bildiyimiz kimi 22:00-dan 6-ya qədər hesablanır. Yəni səhər 6-ya qədər və minimum əlavə olaraq 20% hesablanır. Bu necə hesablayacağıq biz bunu? Saatlıq maaşı vuracağıq gecə saatına və əlavə olaraq vurmalıyıq 20% və bundan da artıq biz tapacağıq ki, biz misal üçün gecə növbəsində işləyiriksə nə qədər maaş alacağıq. Üçüncü qanun, yəni üçüncü əmək tipi olur overtime. Overtime isə bu daha çox əlavə iş saatlarıdır. Bildiyimiz kimi bu da həmçinin biz Əmək Məcəlləsinə görə tənzimlənir və burada siz daxil olub 165-ci maddəsi ilə və 165, 166, bir sözlə 164, 165, 166-cı maddələrindən daha ətraflı məlumat əldə edə bilərsiniz. Amma indi biz sadəcə olaraq ümumi necə hesablanma qaydasıdır ona baxacağıq. Və qeyd edim ki, overtime olanda, yəni əlavə iş saatına qalanda qeyd etdik ki, məsəl üçün, əgər siz normal olaraq 160 saatdırsa bir ay üçün, əgər siz 160 və yaxud da 176 saatdan çox qalırsınızsa, bu artıq sizin overtime'ınız hesab olunur və həmin 2-yə vurmalısınız, yəni 2 qatı hesablanır. Sonra gəlin bayram və istirahət günləri, onları da mütləq şəkildə biz Əmək və Sosial Müdafiənin burada istehsalat təqvimində tapa bilərsiniz ki, hansı günlər rəsmi iş günü, hansı günlər qeyri-rəsmi iş günləri və tam iş günü sayılır və yarım iş günü sayılır və burada hansılar düşür bayram günlərinə. Bunları tapandan sonra artıq biz belə hesablayacağıq ki, əgər məsəl üçün siz bayram günlərində, istirahət günlərində işləyirsinizsə, o zaman sizin əmək haqqınızın 2 qatı ödəniş olunmalıdır. Əlbəttə ki, bu tutaq ki, siz 800 manat maaş alsınızsa, bu demək deyil ki, 1600 alacaqsınız. İndi onu detallı izah edəcəm. Və sonda olaraq hesablanmış əmək haqqı, yəni brut maaş olur ki, bu da ki, əsas maaşın üzərinə gecə və overtime gəlir və biz bunu tapa bilərik. Yəni bayram günləri də gələ bilər. İndi gəlin nümunəyə baxaq və baxaq görək ki, necə tapacağıq onu. Qeyd etdiyim kimi belə bir nümunəvi biz cədvəl qurmuşuq və indi hər bir cədvəli hələ ki bir dənə nümunə üzərində gedirik ki, daha yaxşı başa düşək. Bu hissələrinə mən toxunmayacağım, çünki bu hissələr adi qayda ilə hesablanır və ona aid artıq özəl şirkətlər üçün video hazırlamışam və yerləşdirmişəm. Yəni gəlir vergisi necə tapılır, DSMF-yə aid, yəni icbari tibbi sığorta, işsizlik və s. kimi və sonunda net maaş nə qədər olur. Biz daha çox bugün fokuslanacağımız hissə bu hissə olacaq və sonunda brutu tapıb bunları necə əlaqələndirə biləcəyimizi öyrənəcəyik. Belə nümunəyə baxaq. Nümunəmizdə verilir ki, Əli Vəliyev maaşı 800 manatdır, rəsmi iş günləri bu biz burada indi xırda cədvəldə yazmışam. Əli adında bir şəxs yanvar ayında tam bildiyimiz kimi rəsmi iş günümüz 17 gündür. Yəni bayramları, istirahət günləri, həftə sonları çıxsa tam olaraq 17 gündür. Çünki bayramlar çoxdur yanvar ayında.
Və indi biz hesablayacağıq ki, təsəvvür elə ki, 17 gündə, yəni bu rəsmi iş günlərdən əlavə işləri olub, yəni bayram günündə işləyib, gecə saatında işləyib, sonra əlavə saata qalıb və indi onların necə tapacağımızı öyrənəcəyik. Gəlin ilk öncə baxaq bunun maaşına. Maaşı gördüyümüz kimi 800 manatdır və indi onun rəsmi iş günü 17 saatdır və indi onun saatlıq əmək haqqını hesablayaq. Saatlıq əmək haqqını hesablamamız üçün burada əslində iki qaydanla hesablamaq olar. Biz bildiyimiz kimi bəzən biz hesablayan zamanı əvvəlki dərslərimizdə yuvarlaşdırma kimi bir funksiya var idi ki, biz məcburi olaraq bu hissələrdən istifadə edərək, bu sıfırlardan istifadə edərək yuvarlaşdırırdıq. İndi isə onu birbaşa yazacağıq deyə, ona görə düsturdan istifadə edəcəyik və saatlıq əmək haqqını ilk öncə tapmaq lazımdır. Ondan sonra digərlərinə keçmək. Amma ilk öncə gəlin bunları tapmadan öncə brutumuzu tapaq. Brutumuzun düsturun yazaq ki, biz burada yazdıqca artıq brutumuz hesablansın. Yəni hesablanmış əmək haqqımız hesablansın üçün qeyd edək ki, burada digər cəmi hesabında, yəni buradakı bizim cədvəlimizdə olduğu kimi, bax bu cəmi əmək haqqında necə tapdıq biz? Bunu klikləsək görürük ki, hesablanmış əmək haqqı, məzuniyyət, əlavə hesablanmış əmək haqqını və mükafatın cəmi oldu. İndi bu burada da, yəni hesablanmış əmək haqqında da o formada biz tapacağıq. Bunun üçün bərabərlik işarəsini qoyuruq və bu formada daxil edirik. Əsas əmək haqqı üstəgəl gecə işi, yəni gecə nə qədər maaş alacaq, o üstə gələcək overtime, üstünə gələcək bayram günləri və enteri sıxırıq, görürük ki 0 oldu. Bunu siz bu formada da edə bilərsiniz, yəni hamıya daxil olsun. Yəni işlədikcə artıq bura əlavə etdikcə burada da dəyişiklik olacaq. Daha sonra gəlirik biz saatlıq əmək haqqına. Saatlıq əmək haqqını necə tapırıq biz əsas olaraq? Saatlıq əmək haqqının tapılması üçün qeyd etdiyim kimi yuvarlaşdırmadan istifadə etməliyik. Çünki artıq bizə bir saat ərzində nə qədər əmək haqqı almamız lazımdırsa onu göstərəcək. İndi ola bilər ki, bizdə bu tam ədəd olmasın, amma biz rahat şəkildə onu hesablamamız üçün yuvarlaşdırırıq. Amma bu hal rəhbərlik tərəfindən, iş yeri tərəfindən dəyişə bilər. Nə zamanı ola bilər? Bir şey ola bilər ki, əgər biz yuvarlaşdıranda mütləq şəkildə buradakı ədədlərə də həmin yuvarlaşdırdığımız ədəd təsir edir və sonda da bizim brutumuza da təsir edəcək və digər net əmək haqqımıza da. Ola bilər ki, misal üçün 15,6 manat alırsa, biz onu yuvarlaşdıranda artıq 6 olur. Bu da ona təxmini olaraq müəyyən dərəcədə əlavə ödəniş deməkdir. İndi bu sağlıq əmək haqqının bir sözlə yuvarlaşdırılması rəhbərliyin iş prinsipindən asılıdır. Əgər o icazə verirsə, yəni yuvarlaşdırmaya, ona görə siz istifadə edə bilərsiniz. Əgər icazə verilmirsə, o zaman yuvarlaşdırmadan istifadə edə bilməzsiniz. İndi gəlin təsəvvür eləyək ki, bizim rəhbərliyimiz icazə verir və biz yuvarlaşdırmadan istifadə edirik. Bunun üçün nə edirik? Bərabər işarəsi qoyub round düsturun yazırıq və onu klikləyib aktivləşdiririk və daha sonra saatlıq əmək haqqının tapılması üçün aylıq maaşımızı bölməliyik biz normal saatımıza. Yəni normal saatımız bu aylıq saatımızdır. Yanvar ayı üzərində təxmini olaraq 135 saat edir. Bunun indi necə tapılmasını, rəsmi iş günlərinin tapılmasını və s. kimi əvvəlki dərsdə qeyd etmişəm deyə bunu üzərində durmayacağam. Çünki qarışacaq fikirlər. Onun üçün əvvəlki videoya baxmanız tövsiyə olunur. İndi isə gəlin qeyd etdiyimiz kimi aylıq maaşımızı bölürük yanvar ayında nəzərdə tutulan normal saata, yəni 135 saata. Və ondan sonra biz vergül işarəsi qoyuruq və daha sonra 0 yazırıq ki, bizə artıq onu yuvarlaşdırsın və daha sonra onu mötərizəni bağlayıb enteri sıxırıq. Və gördüyümüz kimi avtomatik olaraq onu yuvarlaşdırdı və elədi 6. Əslində 5,92 eləməli idi. Amma onu yuvarlaşdırdıq, elədi 6. Bu oldu bizim saatlıq əmək haqqı. Deməli bizə saatlıq əmək haqqı olaraq bir saatımıza bir günümüz, yəni bir saatımıza
6 manat düşür. İndi biz nə qədər işləyəcəksə, onun elə bir maaşını alacağıq. İndi gəlir əsas maaş hesablanmasına. Əsas maaş hesablanması da bu zaman olur ki, biz həmin o saatlıq əmək haqqını, bax burada tapdığımızı vurmalıyıq normal saata. Bax bu normal saata. İndi bizdə qeyd etdik ki, bu normal saat rəsmi iş günlərdə mütləq dəyişir. 7 gündürsə, həmin şəxs 17 gün gəlməyib. Ola bilər 15 gün işləyibsə, o zaman mütləq şəkildə bu saatımız da dəyişir və olur 120 saat və həmin bu saatın dəyişməsi də həm saatlıq əmək haqqına da təsir edir, həm də əsas əmək haqqına da təsir edir. Ona görə də mütləq şəkildə bu olan rəsmi iş günləridir, nə qədər yəni işləməyidir və normal saatı nəzərdə yetirmək lazımdır və onu diqqət etmək lazımdır. İndi biz təsəvvür eləyək ki, bizim yoldaşımız 17 günün 17-sində də gəlib, yəni məzuniyyətə çıxmayıb və yaxud da xəstələnməyib və yaxud da hər hansı bir işə çıxmayıb və burada bizim yanvar ayımız üçün standart olaraq nəzərdə tutulub ki, 135 saat eləyir və əsas saatımızı da tapmamıza, yəni əsas maaşımızı da tapmamıza da elə bu qayda ilə aparacağıq. Deməli, nə edirik? Yenə bərabərlik işarəsini qoyuruq və biz bu 6-nı, saatlıq əmək haqqını vururuq 135-ə və enter sıra. Artıq burada 8-10 oldu. Niyə? Çünki biz bunu yuvarlaşdırdıq. Əgər biz bunu yuvarlaşdırmasaq, məsəl üçün, bunu kopya eləyək. Yəni, bunun fərqini deyim ki, izah yaxşı başa düşək. Bunu kopya eləyək, silək. Əgər burada, misal üçün, adi qayda ilə yazsaq, 8-i 800-ü bölsək normal saatımıza və enteri sıxsaq, görürük ki, avtomatik olaraq 800 oldu. İndi biz yuvarlaşdırdığımıza görə 810 oldu. Bax, buna görə qeyd edirəm ki, bəzən elə olur ki, rəhbərlik bunu istəmir. Yəni, gördük ki, 10 manat fərqi oldu. Həmin 10 manatı fərqini istəmədiyinə görə bəzən elə olduğu kimi götürürlər. Yəni, yuvarlaşdırmırlar. İndi biz təsəvvür edək ki, bizim insaflı rəhbərliyimiz var. Ona görə də elə yuvarlaşdıraq götürək, 6 manatdan hesablayaq. Biz sözdən artıq gördük ki, bu fərqi də başa düşdük və indi gördük ki, artıq son manatımız da, yəni brut hesab maaşımız da 810 manat oldu. Əlbəttə ki, indi bunlar artacaq. İndi təsəvvür edək ki, bizim yoldaşımız gecə saatında da işləyib. Yəni, bu işləmiş saatımız bizim 40 saatdır. Və gecə saatında işlədiyinə görə biz dedik ki, saatlıq maaşı vurmalıyıq gecə saatına, sonra vurmalıyıq 20%-nə. İndi gəlin onu elə hesablayaq. Nə edirik? Yenə bərabərlik işarəsi qoyuruq və bizim saatlıq əmək haqqımız 6 manatdır. Onu vururuq biz gecə saatların sayına, yəni 40 saat işləyib bu şəxs. Ondan sonra onu vurmalıyıq 20%-ə. Və enteri sıxırıq, görürük ki, gecədə əlavə olaraq 48 manat buna əlavə gəlir oldu və deməli, bu gecə saat 40 saat işlədiyinə görə əlavə 48 manat da əlavə maaş almalıdır və gördük ki, artıq bizim maaşımız artır, deməli 858 manat olur. İndi təsəvvür eləyək ki, bunu işçi əlavə saata saxlayıblar. Biz dedik ki, bizim normal saatımız 5-dir. Amma indi overtime var bunun, yəni artıq saat hesablanması var. Overtime-da da belə bir şey var idi. İndi qaydaya dönək. Deyir ki, misal üçün, əgər əlavə saat saxlayırsa, onun heç 2 saatının 1,5 ilə hesablanmalıdır. Qalan yerdə qalanı isə 2 ilə hesablanmalı, yəni 2 qatı hesablanmalıdır. Gəlin elə bu qayda ilə hesablayaq. Onu hesablayaq, amma hesablamadan öncə bir şey qeyd edeyim, ondan sonra elə bir hesablayaq. İndi gəlin belə baxaq. Misal üçün, overtime-da belə bir incə məqam da var. Bəzən elə fikirləşirlər ki, bu götürdüyümüz, misal üçün, işlədiyimiz overtime-ı elə bura hesablayıb yazmalıyıq. Əslində elə deyil. Necə eləyəcək? Biz bildiyimiz kimi bizim işləmə overtime-ımız burada 180-dir. Amma burada rəsmi norma saatımız isə 135-dir. Biz mütləq şəkildə onu tapmalıyıq. Necə tapmalıyıq? Gəlin, misal üçün, baxacaq. Yazaq ki, 180 saat əlavə işləyib, demək ondan çıxmalıyıq 135.
Demək, yerdə qalıb 45 saatımız. Deməli, bizim əlimiz bir ay ərzində, bu yanvar ayı ərzində cəmisi 45 saat əlavə işdə işləyib. Belə bir şey də var ki, qanuna görə də qeyd etdik ki, əgər onun həmin o 45 saat işləyibsə, onun 2 saatını 1,5 qatını tapmalıyıq. Qalan hissəsini 2 qatı hesablanmalıdır. Bu nə deməkdir? Deməli, bizdə 45 qaldığına görə biz yazmalıyıq, bərabər işarəsi qoyuruq. Da bilərik ki, ümumilikdə mötərizədə qoyaq. 2 saatını vururuq biz bu 6 manata. Daha sonra onu vurmalıyıq biz 1,5-ə. 1,5-dəki bizim 2 qatı hesablanır. Ondan sonra onu bağlayırıq, üstünə gəlirik, yenidən mötərizə açırıq. Sonra yenidən bizdə indi elə bir 45 saatdan 2 saatını tapdıq, 1,5 saatdan. İndi qaldı yerdə 43 saatımız. Yaza bilərik 43 vurulsun. Yenə bu 6 saatda 6 manatımız. Sonra onu yenidən vuracağıq 2 qatına. Sonra bərabərlik işarəsi qoyub enteri sıxırıq və görürük ki, sən demə overtime-a görə 45 saat əlavə qaldığına görə bizim elə bir alacağı maaş 534 manatdır və görürük ki, artıq bu artır maaşı. İndi təsəvvür eləyək ki, bu şəxs bayramlarda da işdə qalıb. Görək ki, bayramda bu nə qədər ödəniş olunub. Bayramda da burada qaydada var idi ki, əgər bayram və istirahət günlərində artıq işləyirsə, onda 2 qat ödəniş olur. Bu zaman nə edirik biz? Yenidən bərabərlik işarəsi qoyuruq və bizim burada saatlıq əmək haqqımız 6 manat idisə, onu seçirik, vururuq biz bayram saatlarına. Bayram saatında təsəvvür eləyək ki, 58 saat işləyib və ondan sonra onu vurmalıyıq 2 qatına. İnteri sıxan kimi artıq 96 manat. Deməli, bizim əlimiz bayram günündə 96 manat əlavə maaş alacaq. Overtime əgər işləsə 534 manat maaş alacaq və gecə əgər işləsə 48 manat maaş alacaq. Və buradan da artıq görürük ki, bizim ümumi olaraq hesablanmış maaşımız 1488 oldu. Diqqət etsək, bizim gross maaşımız 800 manat idi və yəni hesablanmış sonda isə cəmi maaşlarımız 1488 oldu. Əlbəttə ki, bunlardan tutulmalar olacaq. İndi 1488-ə görək indi necə tutulmalar olacaq. İndi gəl əvvəlcə netimizi burada yazaq ki, burada artıq hesablayanda avtomatik olaraq düşsün ora birbaşa. Bildiyimiz kimi necə hesablayırıq biz? Bərabərlik işarəsini qoyuruq. Bu brutdan, yəni hesablanmışdan çıxacaq biz buradakı bütün elə bir əmək haqqını. Bunun üçün gəlin mötərizədə yazaq ki, səliqəli görünsün. Çünki toplayıb çıxacaq onları. Gəliri toplayırıq, üstünə DSMF-ni gəlirik, üstünə icbari tibbi sığortanı gəlirik və sonda işsizliyi gəlirik və mötərizəni bağlayıb enteri sıxırıq. Gördüyümüz kimi hələ ki 1488-dir, çünki biz bura əlavə etməmişik. Gəlir DSMF-miz, bərabərlik işarəsi qoyuruq və yazırıq burada. Elə bir, indi bu bizdə müəssisə deyil, bu şəxsdən tutulandır deyə, yəni işçidən tutulan deyə. Ona görə ancaq indi işçini eləyəcək ki, şəxsdən, müəssisədən tutulan isə eyni qaydadır deyə artıq onu özünüz hesablaya bilərsiniz. Nə edəcək bu zamanı? 6-nın elə bir üstünə, bildiyimiz kimi artıq ikinci kateqoriyaya aid idi bu. Üstünə gələcək mötərizə içində 1488 çıxılsın 200. Çünki bizdə limit var idi. Birinci kateqoriya 200 manata qədər olan idi. Sonra onu vurmalıyıq biz 10%-ə və enteri sıxacaqdıq və gördüyümüz kimi bizim DSMF-miz 134 manat 80 qəpik eləyir. İndi bunu roundla yazsaydıq, indi 135 eləyəcəkdik. Gəlin elə bu roundla yazaq ki, qarışmasın. Yəni birbaşa bizə qoyaq, 0 qoyaq, mötərizəni bağlayaq, enteri sıxaq. Gördüyümüz kimi artıq bizə verdi bu 135 manat. Və indi keçirik digər hissəyə, yəni icbari tibbi sığortaya. İcbari tibbi sığortada
bu birinci kateqoriyaya aid olduğuna görə elə biz birbaşa 1488-i vuracağıq 2%-ə və enteri çıxacağıq. Burada da yenidən bu eynidir. Gəlin elə bunu da qoy silim təzədən yazaq. Roundla yazaq ki, yuvarlaşdırsın bizə. Çünki biz burada yuvarlaşdırma etmişdik. Roundla yazırıq. Deməli, nə edəcək burada? 1400, daha doğrusu 1488-i vuracağıq 2%-ə və daha doğrusu vergül işarəsi qoyub 0 yazırıq ki, bizə tam nəticə versin və enter çıxanda 30 manat. Deməli, bu da bizdə eləyir təqribi olaraq 30 manat. İşsizlikdəki 0,5%-ə vurmalıyıq. Onun üçün nə edirik? Yenidən bərabərlik işarəsi qoyub round yazırıq və roundu aktivləşdiririk klikləməklə. Sonra düsturumuzu yazırıq. 1488-i vururuq 0,5, daha doğrusu 0,5%-ə və vergül işarəsi qoyub 0 yazırıq. Bu 0 roundun düsturudur. Round olmasa 0 yazılmır. Yəni onu qarışdırmayın. O demək deyil ki, düsturun özündə var. Bizim sadəcə olaraq işsizliyə görə hesablanma bax budur. 1488-i vurması 0,5-ə. 0,5%-ə. Yəni bu 0 rounda görə yazılır. Və ondan sonra enteri sıxırıq və görürük ki, 7 oldu. Və belə baxsaq, deməli bizim şəxs bu əlimiz gecə də işləsə, çox da işləsə, bayramda işləsə alacaq 1316 manat. Yəni bunu rəngləyək. Deməli bu 1316 manat maaş alacaq. Və indi amma belə baxanda əslində onun aylıq maaşı 800 manat idi. Gecə overtime və bayrama görə artıq əlavə ödənişlər oldu və tutulanlardan sonra artıq net əmək haqqısı 1316 oldu. İndi müəssisə üçün də digər eyni bu qayda ilə hesaplayarsınız, yəni o faizləri yazmaqla və bu şəkildə də tapmaq olar.